Azərbaycanın quru sərhədlərinin açılmasını istəyən qardaşlar və bacılar diqqətlə mənə qulaq asın. Təxminən 25 günümüz var. Bax, keçən ay sizə müraciət elədiyim bu sərhədləri açmağın yolu barəsində. Amma mən dediyim, mənim çıxışıma diqqətlə, məsuliyyətlə yanaşmadınız. İndi yeni bir şansımız var. Dekabrın axırında Nazirlər Kabineti yenidən bu məsələyə baxacaq. Bizdən nə tələb olunur? Əgər istəyiriksə ki, Azərbaycanın quru sərhədləri açılsın. Diqqətli olmalıyıq, sağlamlığımıza ciddi şəkildə fikir verməliyik, ara məsafəsini gözləməliyik, spirtdən istifadə eləməliyik, maskadan istifadə eləməliyik ki, bu zəhərmara qalmış koronavirus artıq ölkəmizdən çəkilib getsin, yoxa çıxsın. Nazirlər Kabineti də buna görə sərhədlərimizi daha bağlı saxlamasın. Bilirsiniz ki, hökumətin bu sərhədləri bağlı saxlaması, quru sərhədlərin bağlı saxlaması hərə bir müxtəlif ağlına gələn səbəbi deyə bilər. Bizim canımızı çox istəməkləri ilə bağlıdır. Onlar istəmirlər ki, bu mənfur quru qripə biz yoluxaq, əhali əziyyət çəksin, sağlamlığı zərər görsün, büdcəsinə korluq versin. Ona görə istəyirlər ki, ölkəmizdə əmin-amanlıqla yanaşı, həm də səhiyyə sağlamlıq olsun. Bu da bizim boynumuza vəzifə qoyur, məsuliyyət qoyur ki, koronavirusdan qorunaq, bu mənfur virusdan məsafə saxlayaq və dediyim şərtlərə əməl eləyək. Biz bunu eləsək, əmin olun ki, sərhədlərimiz ayın axırında açılacaq.